Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan funksiyalar bölməsindən belə bir sualın izahına baxacağıq. Demək, bizə deyilir ki, məsələdə n parametrin hansı müsbət qiymətində bu funksiyası nədir? Sabit funksiyadır. Bu sabit funksiya olması üçün yəni bunların nisbəti sabit bir ədədə bərabər olmalıdır. Yəni mx plus 9 bərabərdir hər hansı bir k ədədi vurulsun 4x plus m şəklində olmalıdır. Yəni bu da bizə onu göstərir ki, yəni bu sabit funksiyaların əmsalları nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni m bölünsün 4 bərabərdir 9 bölünsün m. Buradan həll eləsək görərik ki, m kvadratı bərabərdir 36, m bərabərdir plus minus 6, müsbət qiymət dediyindən biz m bərabərdir 6 götürürük. Cavab 6 olur. Amma mən bu misalın belə deyək də, bu dərsin içərisində yox, törəmə dərsin içərisində verilməsini istəyərdim. Orada olması daha yaxşı olardı. Törəmə ilə bu məsələnin həlli daha yaxşı alınır. Məsələn, bu bizə deyirsə ki, əgər bu sabit funksiyadır, deməli bu funksiyanın törəməsini alsaq, yəni f'(x) bərabər nədir? 0 verməlidir. Biz də bu kəsr xətti funksiyanın törəməsini alsaq, kəsirin sürətinin törəməsi deməli m vurulsun məxrəc 4x plus m minus məxrəcin törəməsi vurulsun sürət, yəni 4 vurulsun mx plus 9 bölünsün məxrəcin kvadratı, yəni 4x plus m bərabərdir 0 tənliyini həll eləməyimiz lazımdır. Baxalım, bu tənliyin demək üzr istəyirəm, burada məxrəcin kvadratı. Kəsirin sürətini 0-a bərabər etməliyik. Buradan alırıq ki, 4 deməli mx plus m kvadratı minus 4mx minus 36 bərabərdir 0 alırıq. Burada 4mx-lar islah olur, qalır m kvadratı bərabərdir 36. Deməli, yenə də m bərabərdir plus minus 6 alırıq. Demək, m bərabərdir yenə də 6 alınır. Yəni, sözüm odur ki, törəmə ilə bunu daha rahat şəkildə həll eləmək olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.